Tanış olun, bu qurqurdur. O artıq bir ildən çoxdur həyatımızda periodik olaraq yaşayır. Bu müddət ərzində kəşf elədik ki, o yuva qura bilmir. Və buna görə də artıq 3-cü dəfədir ki, yumurtaları qırılırdı. Bir neçə gün öncə Zeytun qurqurun yumurtasını tapdı. Təsadüfən bir çantanın üzərinə düşmüşdü və biz qərara gəldik ki, ona yuvanı özümüz hazırlayaq. Əlimizdə Dilarənin şam üçün hazırladığı yuvalar var idi və onlardan birini elə qurqur üçün istifadə elədik. Hətta fake yumurtaları qoyub onu çaşdırmaq da istədik, amma sonra bu fikrimizdən də daşındıq. Vaxt itirmədik və onlar gələnə kimi Zeytun yuvanı yerinə bərkitdi. Yumurta qurtarma operasiyası çox uğurlu oldu məncə. Səhər oyanıb getdim yuvaya baxmağa və gördüm ki, qurqur onun üzərindədir. Sevindim ki, o yuvasını bəyənib və artıq yumurta ilə bərabər qalacaq orada. Amma növbəti gün yeni bir yumurtanı çantanın üzərində tapdıq. Yenə yumurtasını öz yuvasına qoymamışdı. Bəlkə də o yumurtalarını istəmirdi.